Gəncədə 19 yaşlı tələbə futbol oynayarkən vəfat edib. Quba rayon sakini 2007-ci il təvəllüdlü Təbriz Quliyev futbol oynayarkən qəfil halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da müayinə zamanı onun həyatını itirdiyi müəyyən edilib. Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin 2-ci kurs tələbəsi idi. Bakıda tələbə faciəvi şəkildə həlak olub. Hadisə paytaxtın Suraxanı rayonu Zığ şosesində baş verib. 2008-ci il təvəllüdlü Məhəmməd Ovçiyev motosikletinin idarə etməsini itirərək yolun kənarında səkiyə çırpılıb. Hadisə nəticəsində Məhəmməd Ovçiyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Qeyd edək ki, Məhəmməd Ovçiyev Azərbaycan Dövlət İdman Akademiyasının 1-ci kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. Cəlilabadda 2 mərtəbəli evdə yanğın hadisəsi baş verib. Yanğın Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissələrinin texnika və canlı qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə evi bürüdüyündən bütün səylərə baxmayaraq ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Bildirilir ki, ev sahibi ailəsi ilə birlikdə qonaq getdiyindən hadisədən gec xəbər tutub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.